Salam, bugün biz bu dərsimizdə tərpənməz blokda təcilin və ipdəki gərilmə qüvvələrinin necə tapılmasının izahına baxacağıq. Məsələn, tərpənməz blokda M1 və M2 kütləli iki cisim verib bizə. Onlar iplə asılıdır və biz şərt qoyuruq ki, bura atıram M2 böyükdür M1-dən. M2 M1-dən böyükdürsə, təbii ki, bunlara bir ağırlıq qüvvəsi təsir edir. Bunu J ilə vuranda olur M2J. Bu da olur M1J. Təcillə vurulanda bunu adlandırırıq bir F1 qüvvəsi. Bu da bir F2 qüvvəsi. İndi baxırıq nəyə? Əgər M2 M1-dən böyükdürsə, deməli F2 də böyükdür F1-dən. Və biz əvəzləyici qüvvə üçün tapsaq, F əvəzləyici nə idi? F əvəzləyici bərabər idi F böyük qüvvədən çıxırdım kiçik qüvvəni. Əslində bu cəmi əvəzləyici qüvvə, amma burada istiqamət əks olduğuna görə böyük qüvvədən kiçik qüvvəni çıxdım. Yəni F əvəzləyici bərabərdir F2 çıx F1. İndi sistem üçün baxsaq, sistemin təcilinin tapılmasına baxsaq, M sistem vurulsun A sistem, yəni sistemin təcilindən bərabərdir. F2 üçün M2J çıx M1J kimi tapa bilərəm. İndi M sistem burada nədir? M sistem M1 plus M2'dir. Vururam bunu A'ya. O da bərabərdir M2 çıx M1 J'ni çıxartdım mötərizə xaricinə. İndi mən buradan təcili tapmaq istəsəm A bərabərdir M2 çıx M1 böl M1 plus M2 vurulsun J düsturu ilə tapa bilərəm. Deməli, bu mənə nəyə verdi? Bax, bu mənə sistemin təcilinin tapılmasını verdi. İndi baxaq gərilmə qüvvələrini taparam. Gərilmə qüvvələrini tapsam, hər bir qüvvəyə, daha doğrusu cismə F1 aşağı, məsələn, M1 kütləli cismə F1 qüvvəsi təsir edir, M2 kütləli cismə F2 qüvvəsi təsir edir. Və bunların əksinə ipdə bir gərilmə qüvvəsi meydana çıxır. Burada da T, burada da bir T deyə bilərəm. Nəyə görə ikisinə də T dedim? Çünki eyni ipdə eyni gərilmə qüvvəsi baş verir. Bax, fikir verin. Eyni ipdir. Eyni ipdir. Gəlir. Eyni ip olduğuna görə eyni ipdə eyni gərilmə qüvvəsi baş verir. Və mən ona görə T'ləri fərqləndirmədim. İndi nə edirəm? Hər hansı bir hissəyə görə, yəni məsələn mən bu tərpənməz bloku iki yerə bölsəm, tam bu hissəyə görə və yaxud da bu hissəyə görə tapa bilərəm. Təbii ki, T'lər fərqlənmədiyinə görə hər iki hissədə də T'ni eyni qiymət alacağam mən. İndi baxaq. Məsələn, buna deyək birinci tərəf, bu bir tərəf deyək ikinci tərəf. Birinci tərəfə görə tapası olsam, burada nə baş verəcək? Burada baş verəcək, deməli, yuxarı olan, təbii ki, təcillərin istiqamətində baxmalıyam. M2, yəni F2 qüvvəsi, F1 qüvvəsindən böyük olduğuna görə bu tərəfdə təcil, fikir verin, bu tərəfdə təcil aşağı yönələcək, A təcili. Sol tərəfdə isə A təcili yuxarı yönələcək. İndi baxıram mən nəyə? Sol tərəf üçün, yəni birinci tərəf üçün baxanda sağ tərəfi yaddan çıxardıram. Sağa baxanda sol yaddan çıxardıram. İndi baxın, birinci tərəfə görə baxası olsam, nə edirəm? Orada mənim ora üçün bir əvəzləyici qüvvəm var. M1A bərabərdir. Nə idi əvəzləyici qüvvə? Böyük qüvvədən kiçik qüvvə. Böyük qüvvə hansı idi? Təcilin istiqamətində olan. Təcilin istiqamətində olan buradan hansıdır? T'dir. Deməli, T'dən çıxacam nəyi? M1J'ni. Tamam mı? Buna uyğun burada T'ni tapa bilərəm. İndi gəlirəm ikinci tərəfə görə tapmağa. İkinci tərəfə görə baxanda birinci tərəfi yaddan çıxardıram. İndi ikinci tərəf üçün baxanda fikir verin. Burada təcil aşağı yönəlir. Aşağı yönəldiyinə görə bura üçün əvəzləyici qüvvə M2A bərabərdir böyükdən kiçik. Burada böyük F2 qüvvəsi olacaq. Yəni M2J'dən çıxacam T'ni. Ümumi T'nin qiymətini tapmaq istəyirəmsə, bunu bir sistemə alıram. Bunu bir sistemə alıb, mən bunlardan ümumi bir T'nin qiymətini çıxarda bilərəm. Məsələn, birincidə, bax burada, bunda. Bunda mən nə edə bilərəm? Burada A-nı əvəz eləyə bilərəm. A bərabərdir T çıx M1J böl M1'ə. Sonra gətirib
bax burada o əvəz elədiyimi A-nı yerinə qoya bilərəm. Gətirib qoyuram burada yerinə. M2 vurulsun. Bax bunu gətirib qoyuram orada yerinə. T çıx M1J böl M1 bərabərdir M2J çıx T-yə. İndi mən baxıram, burada vurum açmalıyam. Deməli, burada belə bir şey alınır. M2T çıx M1 M2J bərabərdir M1 M2J çıx M1T. MT-ləri bir yana yığaq, M1 M2J-ləri bir yana yığsaq, onda olur belə bir şey. M1T üstəgəl M2T bərabərdir. Bunu da sol tərəf, sağ tərəfə keçirsəm olur 2M1 M2J. Buradan T-ni mötərizə xaricinə çıxartsaq M1 plus M2 bərabərdir 2M1 M2J-yə. Buradan da bax T-ni tapası olsam T bərabərdir 2M1 M2J bölünsün M1 plus M2'ye.